17 yaşım var. Ona icazə müddəti veriblər. Çalın orada. Qaçmağı seçdim. Sekizinci sinifə kimi bir məktəbdə oxumuşam. 9-cu sinifə keçəndə başqa bir məktəbə keçdim. 9-cu sinifi qurtardım, attestatımı aldım. Peşə məktəbinə, bir peşə məktəbinə girdim. Avtomühəndisliyə. Nədənsə maraqlı gəlmədi, nə oldusa sadəcə olaraq işləmək istədim. Məktəbdən çıxdım, orada bir iş işləyirdim. Bir gün məktub daşıyırdım, bir gün başqa şeylər. Bəzi məsələlərə görə evdən getmək istəyirdim və daha tez pul qazana bilərəm, onu fikirləşirdim. Axır əvvəl buna gəldim ki, daha tez kriminalına vermək. Dostumla qoşulub Koroğluya gedən yolda maşın tutub, maşını oğurlamaq istəyirdi, quldurlu olan. Sonra nə oldu? Həmin adamla maşını başqa yerə aparanda sakit bir yerə vəziyyət əldən çıxdı. Söyüş sürüldü, dözə bilmədim. Həmin adam elə deyilsin yerindəcə öldü. Maşından çıxmışdı, yerindəcə öldü. Qansızmadan maşını götürdük, həmin ərazidən uzaqlaşdıq. Üstündən 2 gün keçdi, bizi tutdular. Yaşadığım ünvana gəldilər. Evdə tək mən idim və nənəm. Evə əməliyyat qrupu tökülüşdü. Mən həmin ərəfədə yatmışdım. Yatdığım yerdən elə apardılar. Bütün mənəviyyat qoyulmuşdu bir qırağa, məqsəd pul idi. İndiki dəqiqələrdə başa düşürəm ki, çox böyük səhv eləmişəm. Hədsiz dərəcədə. Mən burada stalov işçisiyəm, yeməkxana işçisi. Səhər tezdən dururuq, idman, qaçırıq, gəlirəm yeməkxanada. Yeməkxanada 4 nəfər işləyirik. Qabları düzürük, qaşıqları. Yemək gəlir, yeməyi çəkirik, yeyirik. Boş vaxtlarım yeməkdən sonra olur. O ərəfələrdə belə olur, oxuyuram, elə olur, vaxt olmur, başqa şeylə başım qaçışıqdır. Uşaqlarla söhbət edirəm, stol üstü oyunlar oynayırıq. Məsələn, nə danışırsınız? Evdən, çöldən. Baş qarışıq olurdu. Bir ailədə 2 qız böyütmək daha çətin olur ki, oğlan xəylağı. Yəqin ki, bəlkə ona görə mənə diqqət az çatıb. Düşünürəm ki, valideynlərim daha diqqətlə yanaşsaydı, bəlkə də bu hadisə baş verməzdi. Bəlkə də çöldəydim indi. Çölə çıxanda inşallah işləyəcəm, normal halal pul qazanacam. İnşallah ev eşik, ailə, həyat, belə. Həyatda çıxıb gəzirsiniz, eləyirsiniz. Məsələn, onda nə düşünürsən, nə arzulayırsan? Azadlıq, başqa nə arzulayacam ki?